İlyas bəy, sabahınız xeyir olsun. Sabahınız xeyir Rəhman müəllim. Biz təbii ki, diqqətlə izləyirdik Azərbaycan prezidentinin Astana səfərini. Azərbaycan-Qazaxıstan münasibətləri öz yerində, müxtəlif sənədlər imzalandı, müxtəlif müzakirələr getdi. Həm geniş tərkibli, həm də təkbətək görüşlərdən söhbət gedir. Amma diqqətimizi çəkən təbii ki, Ermənistanla bağlı açıqlamalar idi həm də. Ümumiyyətlə, gəlin bu 2 günü, hansı ki artıq geridə qoymuşuq, bunu bir şərh eləyək. Bölgədə nələr gözlənilir siyasi baxımdan? Minnətdaram çox geniş çıxışa görə. Çünki demək olar ki, bütün əsas mövzulara toxundunuz. Qazaxıstan bizim üçün dost, qardaş dövlətdir və Azərbaycanın qələbəsini təbrik edən ən birinci dövlətlərdən olmuşdur. Və bu baxımdan bu dövlət səfəri də mühüm əhəmiyyət kəsb edir. Ümumiyyətlə, cənab prezident postmüharibə dövründə çoxsaylı Mərkəzi Asiya ölkələrinə səfərlər etmişdir. Qazaxıstan da onlardan biridir və bu səfər kontekstində bir sıra sənədlər imzalandı. Siyasi, iqtisadi, enerji, mədəni, humanitar əlbəttə edir. Diqqətimi cəlb edən səfər çərçivəsində həm də süni intellekt mərkəzinə səfər oldu. Qazaxıstan süni intellekt mərkəzinin inkişafına çox böyük diqqət ayırır. Lakin biz Ermənistan-Azərbaycan normallaşması və Vaşinqtonda bu normallaşmalardan sonraki periyodda etimadın güclənməsi atılan addımlar çox önəmlidir və Qazaxıstandan keçən taxılın Azərbaycan, Gürcüstan və Ermənistana getməsi ilə bağlı Azərbaycanın jesti həddindən artıq böyük kommunist addımdır. Burada bir sıra nəticələr gözlənilə bilər. Ermənistanın özü də hansısa Türk istiqamətində jest edə bilər. Çünki Azərbaycan həm də Ermənistana gedən yüklər üzərində olan qadağanı aradan götürür. Və bu həm də bizdə bir aminlik yaradır ki, Ermənistan konstitusiyasının dəyişməsindən sonra tez bir zamanda sülh müqaviləsi imzalana bilər. Zaten biz son dövrlər hər iki lider arasında olan dialogu, münasibətləri görürük ki, bu sülhə doğru gedən danışıqlardır. Xüsusilə Kopenhagendə, düşmənlərdə çox müsbət atmosferdə keçirilən dialoqları görürük. Və hesab edirəm ki, məhz bu addımın həm də Paşinyanın ofisi tərəfindən alqışlanması, təqdir edilməsi həm də Ermənistan ictimai rəyində də çox müsbət algı qazanmasını hesablanıb və vətən müharibəsindən, vətən tərəfdarı terror tədbirlərindən sonra Azərbaycanın Türkiyəyə bu cür sülh naminə jestlərini görülür. Və artıq hesab edirəm ki, bir neçə klaster üzrə sülh yolunda təmasların davam etdirilməsi də diqqət çəkir. Bu dövlət-dövlət, media, vətəndaş cəmiyyəti təhlüklarıdır. Ekspertlər də o cümlədən bu görüşlərdə iştirak edir. Lakin bundan öncəki təmaslarda vasitəçi olurdu. Hansısa bir dövlət burada öz məkanını təklif edərək müxtəlif segmentləri dəvət edirdi. Lakin vətəndaş cəmiyyəti üzvlərinin heç bir moderator, mediasiya olmadan görüşlərin keçirilməsi həm də gələcəkdə xalqların sülhləndirilinməsi üçün mühüm addımdır. Əlbəttə, müharibənin ağrısı, acısı və yaraları hələ də olmaqdadır. Və 30 illik periyod bizi sülhdən çox uzaqlaşdırır. Lakin bu cür təmaslar həm insanların bir-birinin tanınmasına gətirib çıxardır və eyni zamanda böyük sülh üçün bir repetisiya hazırlıqlarıdır. Ona görə də hesab edirəm ki, əgər ən yüksək səviyyədə, ali səviyyədə münasibətlərdə optimizm varsa və bir-birinə qarşılıqlı görüşlər edilirsə və çox mühüm strateji həmkarlıq. Bugün dünyada gedən qlobal müharibələr, geosiyasi proseslər fonunda taxılın strateji əhəmiyyəti artdığı bir zamanda Azərbaycan üzərində Qazaxıstan taxılının Ermənistana getməsi üçün şəraitin yaradılması bu mənə gəlir ki, ən önəmli addımlardan biridir. Və hesab edirəm ki, Ermənistan daxilindəki gərginlik
kilsə rəhbərliyi ilə olan ziddiyyətlər barəsində və gələn iyununda parlament seçkilərinin keçirilməsi kimi çox çətin bir zamanda bu jestlər mütləq surətdə nəzərə alınmalıdır. Qazaxstana da təşəkkür etməliyik. Çünki Vaşinqtonda da imzalanan sənəddə göstərilir ki, 1991-ci ildə Almatı bəyannaməsinə əsasən sərhədlər müəyyənləşdirilir. Elə həmin Almatı bəyannaməsinin imzalandığı salonda xarici nazirlərinin də Azərbaycan dövləti tərəfdən görüşü keçirilmişdi. Bu da bir rəmzilik daşıyır. Qazaxstan daim bir platforma rolunda çıxış etməyə hazır olduğunu ifadə etmişdir. Plastik vasitəçi kimi yalnız dövlətlərin Cənubi Qafqazda gedən proseslər fonunda sülh üçün danışıqlar məkanı təklif etməsi biz dəfələrlə Tokarevin tutduğunu görürük. İlyas bəy, təşəkkür edirik biz sizə yanaşmanıza görə. Çox maraqlı yeri gəlmişkən təhlil idi. Minnətdarıq sizə. Səhər tezdən bizim sualları cavablandırdınız və bölgənin siyasi gələcəyi ilə bağlı müəyyən proqnozları səsləndirdiniz. Çox sağ olun, təşəkkürlər. Təşəkkürlər. Minnətdarıq.